Kızlar, bugün görün neler almışam. Sizlerle bölüşeceğim hamısını. Bir adet highlighter almışam. Teksturası çok güzeldi. İstediğim kimi zərlidir. Bakın, görürsünüz de yəqin ki, ay da çok güzeldir axı. Bakın, bir balaca vururam. Görün necə zərdir. Və ikinci məhsul yağlı dəri üçün nemləndirici krem almışam. Çox gözəldir. Üzə vuranda yağlılıq hissi yaratmır və mat effekt verir. Yağlı dərilər üçün ideal seçimdir. Ancaq yağlı, səpkili dərilər üçün qəşəngdir. Yəni çox gözəldir. İstifadə edirəm, bəyənirəm. Bir ədəd belə qiyməti də münasibdir. Bunu 5 manat aldım deyəsən. Baxın, həm qoxusu da qəşəngdir. Sərin qoxulu olan da var, şirin qoxulu olan da var. Böyle bir maskara aldım. Bunun məndə var idi, istifadə eləyirdim. Stok ikincisini də aldım ki, stoklayım. Çox qəşəngdir, bitmə üzəri idi. Yəni uzun müddətdə gedir. Sonra bir ədəd də tuş almışdım. Gözləyin, onu da göstərəcəm. O 2XL tuşudur. Onu da çox bəyənirəm. Baxın bu. Baxın 2XL tuşudur. Bu da çox gözəldir. Bu iki tuşu çok beğenirim. Ona göre ikisini de endirme düşmüştü. Hatta onun için ikisini de aldım. Bir adet qaş sabitleyici aldım. Bütün məhsullarda gördüğünüz kimi blomludur. Baxın qızlar. Baxın, bilmirəm indi göstərə bilirəm ya yox. Çox gözəldir də, yəni ağ iz buraxmır. Süperdir. Həm bu da endirmə düşmüşdü. Sonra 2 adet concealer aldım. Biri ağ tondur, biri biraz tündür. Mən həmişə belə istifadə edirəm, qarışıq. İkisini de beğendiğim için götürdüm. İkisi de blomludur. Kodlar da burada var. İstəsəz yazıb baxa bilərsiniz. Mən birini açıb sizlərlə bölüşmək istəyirəm. Teksturası. Baxın. Belədir. Çox gözəldir. İstəsəz o biri tonunu da açın. Məhsulların hamısı da blomludur. Baxın, bu da belədir. Bu açıq tondur, bu bir ton tündüdür. İşıq düşür deyə biraz tam görsənmir, amma çox gözəldir. Həqiqətən mən ikisini də bəyənirəm. Ona görə 2 ədəd, biri tünd, biri ağ vurmuşam, bir ton. Sonra belə bir glossdur. Məndə olmuşdu əvvəl. İkincisini de götürdüm çünkü indirmə düşmüşdü. Süperdir də, çox gözəldir. Mən çox bəyənirəm. İki seriyası var. Ən çox da bu rəngi bəyənirəm mən. Bütün çünkü pomadalarda, qələmlərdə bu ton gedir də, yəni. Sonra 2 ədəd pomada götürmüşəm. Biri mat, biri isə yağlı. Yağlı olan seriyası budur. Baxın. İstəyirsiniz əlimdə göstərdim sizə. Baxın, belə yağlı tondur. Mən bu tonları xoşlayıram deyə ona görə belə tonlar götürmüşəm. Bu da mat seriyasıdır. Əlimdə yer qalmadığı üçün bura çəkməliyəm. Bu mat seriyasıdır, görürsünüz.